Hello everyone, herkese selam. Bugün ben Grade 3 Small Summative 4 Sinif 3 Kiçik Summative Qiymətləndirmə 4'ü izah edeceğim. Gəlin kesiginin suallarına və onların düzgün cavablarını tapaq. Gəlin şəklə baxaq. What is it? Bu nədir? Baxaq. Şəkildə bir baytar verilib. Baytar. Yani heyvan həkimi. Gəlin C variantına baxaq. A nurse. Nurse tibb bacısı deməkdir. Bu yanlışdır. Evet, bu doğru variantımızdır. Çünkü vet Azərbaycan dilində baytar deməkdir. 5 puan. İkinci sual. What is it? Bu nədir? Şəkildə bir yanğın söndürən bir yeri söndürərkən verilib. Gəlin cavablara baxaq. A teacher. Teacher'in Azərbaycanca müəllim deməkdir. Bu yanlışdır. Pilot da bu da yanlışdır. Firefighter bu doğrudur. Yanğın söndürən. Üçüncü sual. What do you want to be? Sən nə olmaq istəyirsən? Gəlin cavablara baxaq. Sən nə olmaq istəyirsən? Yəni peşədən nəzərdə tutur. Yəni gəlin peşə axtaraq variantlarda. C. Pen. Bu yanlışdır. Çünki sən qələm ola bilməzsən. B variantı. An apple. Bu da alma deməkdir. Sən yenə alma olamazsan. Alma bir qidadır. Bu da yanlışdır. A police officer. Bu doğrudur. Yəni polis. Mən polis olmaq istəyirəm. Who prepares meals? Kim yeməkləri pişirir? A scientist. Scientist alimdir. Alim yemək pişirmir. An actor. Actor da aktyordur. O da yemək pişirmir. A chef, aşbaz. Bu doğrudur. Doğru cevabımız B variantı. 5. Write the missing letters. Bırakılmış hərfləri yazın. Gəl baxaq. Burada olacaq C, E, T, yani actor. Burada söz səhv yazıblar. Onun chef. Burada yuxarıda göründüyü kimi C, H, E, F olmalıdır. 3'te olacaq nurse. 4'te olacaq singer. 5'te olacaq dancer. Gəl baxaq. Actor, aktyor deməkdir. Chef, aşbaz deməkdir. Nurse tibb bacısıdır. Singer müğənni. Dancer da rəqs edən. Gəlin sözləri tərcümə edək. Translate the words. Sözləri tərcümə et. An artist. Artist sənətkar. A dancer rəqqas. An actor, aktyor. A scientist, alim. A singer, müğənni. Və bu qədər. An artist orada sənətkar. A dancer, rəqqas. A singer, müğənni. An actor, aktyor. A scientist, alim. 7. Translate the sentence. Cümləni tərcümə edin. I want to be a singer. Gəlin tərcümə edək. I want to, mən, to be a singer. Mən müğənni olmaq istəyirəm. 8. Match the words to the picture. Sözləri şəkillərlə birləşdirin. Gəl baxaq. Teacher. Teacher müəllimdir. Olacaq bu şəkil. Police officer. Polis. Bu da olacaq bu. Chef də aşbaz. O da olacaq ikinci şəkil. 9.
Read and match. Oxu və birləşdir. Hi, salam. I help animals. Mən heyvanlara kömək eləyirəm. Bu olacaq I am vet, yəni baytar. 2. I have a lot of students. Mənim çoxlu şagirdlərim var. Bu da olacaq I am a teacher. This is my brother. Bu mənim qardaşımdır. I am a police officer. Mən polisəm. 10. Choose the correct option. Is she a nurse? O tibb bacısıdır. Yes, she is. Bəli. No, she is not. Yox, o deyil. Gəl şəklə baxaq. Şəkildə görünür ki, o tibb bacısıdır. Ona görə bu doğrudur. Burada olacaq yes, she is. 2. Is he a police officer? O polisdir. Şəkildə xeyr. O polis deyil. Burada da olacaq no, she is not. Burada he olmalıdır, amma neysə. Okay, see you later.